Salam hörmətli tamaşaçılar, Dünyaya Baxışda sizinlə mən Anayfer Əlcovam. Bugün proqramımızda izləyəcəksiniz. Ərdoğan Fəthullah Gülen hərəkatına gedən hər bir qəpik Türkiyə xalqına açılan güllədir deyib. ABŞ-da polis zabitına qarşı terrorçuluq ittihamı irəli sürülüb. Londonda bıçaqlı hücum həyata keçirən şəxs həbs edilib. Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan ötən ay uğursuz nəticələnən çevriliş cəhdinin arxasında dayanan, ABŞ-da yaşayan ruhani şəxs əlaqəsi olduğu güman edilən bizneslərə hədəf alacağına söz verib. Cümə axşamı Ankarada Ticarət Palatasının liderləri ilə görüşən Ərdoğan, Fəthullah Gülen hərəkatına gedən hər bir qəpiyin Türkiyə xalqına açılan güllədir deyib. Millete kurşun sıkanı nasıl affetmiyorsak, o kurşunu finanse edeni de affetmeyeceğiz. Ərdoğan 1999-cu ildən bəri ABŞ-ın Pensilvaniya ştatında yaşayan Güləni terrorçu adlandırıb və Birləşmiş Ştatları onu Türkiyəyə ekstradasiya etməyə çağırıb. Gülen bu ittihamları rədd edib və çevriliş cəhdini qınayıb. Ötən ay ixtişaşçı əsgərlər hökuməti devirməyə cəhd etdiyində döyüş təyyarələri, helikopterlər və tanklar şəhərə çıxması nəticəsində yüzlərlə insan ölüb. Ordu, ədliyyə, təhsil və dövlət qulluğunda çalışan insanlar həbs edilib, vəzifələrindən uzaqlaşdırılıb və ya istintaq altına alınıb. Bu isə Prezident Ərdoğanın müxalifətə qarşı repressiyalar aparmaq məqsədi ilə uğursuz çevriliş cəhdindən sui-istifadə etdiyinə dair iddialara səbəb olub. Vaşinqton şəhərində tranzit polisi işıda yardım göstərmək cəhdində təqsirli bilinərək həbs edilib. Bu ilk dəfədir ki, ABŞ-da polis zabitinə qarşı terrorçuluq ittihamı irəli sürülür. Metro Tranzit Polis Departamentində 13 ildir çalışan veteran işçi Nicholas Young dünən həbs edilib və Virginia ştatında federal məhkəmə qarşısına çıxarılıb. O, $250 dəyərində 22 hədiyyə kartının kodlarını Federal Təhqiqat Bürosunun məxfi agentinə verməkdə təqsirli bilinib. Young onunla əlaqədə olan şəxsin IŞİD-in sıralarına döyüşçü toplamaq üçün mobil mesaj hesabı olduğuna inanıb. Younga 2010-cu ildən bəri Federal Təhqiqatlar Bürosu tərəfindən nəzarət edilirdi. Məhkəmə sənədlərində deyilir ki, o 2011-ci ildə bir neçə dəfə Liviyaya səfər edib və orada özünü ABŞ hərbisində xidmət edən, əslən yaxın şərqdən olan digər bir Federal Təhqiqatlar Bürosu agenti ilə görüşüb və ona IŞİD-ə qoşulmaq məqsədi ilə xaricə səfər etmək istəyi olduğunu bildirib. Təqsirli bilinərsə onu 20 il həbs cəzası gözləyir. Metro Tranzit polisinin sözcüsü Dan Stressel deyib ki, Young həbs edildikdən dərhal sonra vəzifəsindən azad edilib. Rəsmilər bildirib ki, onun qanunsuz fəaliyyəti heç zaman metro tranzit sisteminə təhlükə yaratmayıb. London polisinin bildirdiyinə görə bugün şəhərin mərkəzində bir qadını bıçaqlayaraq öldürən, 5 nəfəri isə yaralayan Somalinin terrora yol açan radikallaşma ilə heç bir əlaqəsi yoxdur. Rəsmilər həmin şəxsin əqli problemi olduğunu güman edir. Polis 19 yaşlı şübhəlini London Universiteti yaxınlığındakı Russell meydanında elektroşok tapancasından istifadə edərək ələ keçirib. Adı hələ də açıqlanmayan şəxs xəstəxanada polis nəzarəti altındadır. Polis işçilərinin çoxunda odlu silah olmadığına görə London küçələrində çox sayda silahlı polis yerləşdirilib. Polis bıçaq yaraları səbəbindən ölən 60 yaşındakı qadının Amerika vətəndaşı olduğunu bildirib. Qadına ilkin yardım göstərilməsinə baxmayaraq, o aldığı yaralar səbəbindən dünyasını dəyişib. Bıçaq zərbələri alan 3 nəfərin artıq xəstəxanadan buraxıldığı bildirilib. Qalan 2 nəfərin taleyi barədə hələ məlumat verilməyib. Çin şirkətlərindən biri istehsal etdiyi təkmilləşdirilmiş yol nəqliyyat avtobusunu sınaqdan keçirib. Avtobus avtomobillərin üzərindən keçərək nəqliyyatı yüngülləşdirməyə kömək edəcək. Nəqliyyat yüksək avtobusu adlanan avtobus çərşənbə axşamı günü Hebei vilayətində sınaqdan keçirilib. Avtobus avtomobillərin üzərindən sürətli keçir və öz dayanacağında qapıları açır. Dövlət Xəbər Agentliyinin məlumatına əsasən, avtobusun uzunluğu 22, genişliyi 7,8 və hündürlüyü 4,8 metrdir və 300-ə yaxın sərnişin daşıma qabiliyyətinə malikdir. Məlumata əsasən 2 metrdən alçaq olan avtomobillər rahatlıqla avtobusun altından keçə bilər. Xəbər Agentliyi bildirir ki, avtobusun sınaqdan keçirilməsindən yerli rəsmilərin xəbəri olmayıb. Şirkətin mühəndislərə deyib ki, avtobusun bəzi hissələri hələlik tam yerləşdirilmədiyindən sınağın zavod daxilində təcrübə üçün keçirilib.
Rio de Janeiro şəhərinə gətirilən Olimpiya mənşəli oyunlara bir neçə milyard dolların sərf edildiyi halda sosial və iqtisadi inkişafın olmamasına etiraz edən nümayişçilər tərəfindən qəzəblə qarşılanıb. Braziliyanın Olimpiya komandasının üzgüçülük üzrə idmançıları tərəfindən bir saat ərzində Niterói şəhərindən Rio de Janeiro'nun tarixi dəniz limanına gətirilən mənşəl şəhərin meri Eduardo Paesə təqdim edilib. Mənşəlin gətirildiyi yol boyu polis Olimpiya oyunlarına etiraz edən nümayişçiləri dağıtmaq üçün gözyaşardıcı qazdan istifadə edib. Nümayişçilər 12 milyard dolların sərf edildiyi halda Braziliyanın son illər ərzində ən dərin iqtisadi tənəzzüldə olması ilə bağlı qəzəblərini ifadə edib. Olimpiya mənşəli 3 gün ərzində Rio de Janeiro şəhərinin ətrafındakı yoxsul qəsəbələr, çimərliklər və İsa Peyğəmbərin məşhur abidəsinin önündən keçirilərək, oyunların açılışı üçün paytaxtın Maracana stadionuna gətiriləcək. Bugün dünyaya baxışla sizə çatdıracaqlarımız bu qədərdir. Vaşinqtondan Amerikanın Səsinin televiziya studiyasından mən Anay Fərəcov sizin axtarışdırıram. Siz Amerikanın Səsini həmişə olduğu kimi amerikanın sesi.org-da izləməyə davam edin. Sabah eyni vanda görüşənədək.